Əziz və hörmətli müsəlmanlar, Allah Quran-ı Kərimdə bəzi isimlərin bizlərə tanıtdırıb. Hətta biz Allahı yaxşı tanıyaq, gözəl tanıyaq. Onu tanıyaq ki, ona ibadət eləyək, onu sevək. Necə ki, Allah Azza və Cəllə İxlas surəsində buyurur ki, Allahus Saməd. Allah buyurur ki, mən Samədəm. Yəni, mən ehtiyatsızam. Heç nəyə möhtac deyiləm. Əksi olaraq, Allahın yaratdığı bütün məxluqatlar Allaha möhtacdır. Allah Azza və Cəllənin heç bir şeyə ehtiyacı yoxdur. Məsələn, Allahın məxluqata möhtacı yoxdur. Nə qədər məxluqatlar yaradıb, heç birinə möhtacı yoxdur. Allahın ərşə möhtacı yoxdur, səmalara möhtacı yoxdur, yerə möhtacı yoxdur, mələklərə möhtacı yoxdur, peyğəmbərlərə möhtacı yoxdur. Yəni, heç bir məxluqa Allahın möhtacı yoxdur. Heç bir məxluqdan Allah Azza və Cəllə aslı deyil. Çünki o, Allahus Saməddir. Heç nəyə möhtac deyildir. Əksinə, insanlar və digər məxluqlar Allaha möhtacdırlar.